Dostlar, bu gün sizə təhvil verdiyimiz ən son layihəni şərh şəklində təqdim edəcəm. Başlayaq giriş hissədə. Evə daxil olan kimi ilk təəssürat çox önəmlidir. Ona görə də biz burada işıqlandırmanı, divarın rəngini, mebelin rənglərini elə seçmişik ki, onlara xüsusi diqqət yetirmişik ki, insan içəri girən kimi rahatlıq hissi tapsın. Hol hissədə yerləşdirdiyimiz mebel iki qapının ortasında işıqlı polka və suvenirlər, həmçinin zal və mətbəx divarlarında yerləşdirilən şəkil və sağ hissədə yerləşən güzgülü bura holun bütün dizaynını tamamlamışdır. İndi isə keçək zal hissəyə. Mənim fikrimcə evin ən vacib hissələrindən biri zaldır. Çünki ailə ən çox burada vaxt keçirir. Buradakı işıqlandırmanı, pəncərədən düşən işığı nəzərə alaraq hol hissəyə yaxın bir rəng tonu seçmişik ki, bir-birini tamamlasın. Lepka və daraqlardan istifadə edərək dizaynı tamamlamışıq və TV hissəyə isə TV stand yığmadı ki, evin görünüşü azalsın. Alçıpından istifadə edərək belə bir TV stand yığdıq. İndi isə biz mətbəxdəyik. Bizim üçün əsas məsələ gözəllik deyil, gözəlliklə yanaşı rahatlıq da önəm vermişik. Bunun üçün şkafların hündürlüyü, üst mərtəbə yığılmağı, hamısını rahatlığı hesablayaraq təmin etmişik. Mebelimiz üst mərtəbə yığılıb, soyuducu, mikrovalnovka, qaz peçi, paltar yuyan və qab yuyan hamısını mətbəxə yerləşdirmişik ki, istifadəyə çox rahat olsun. Sağ divarda isə 3D aboy və güzgüdən istifadə edərək mətbəximizi tamamlamışıq. İndi isə keçək yataq otağına. Bu otaqda sakitlik hissi yaratmağa çalışmışıq. Rənglər bir-birini yormur, işıqlandırma isə yumuşaq sonda seçilir. Yataq otağına daxil olarkən sağ tərəfdə taxt üstə yığılıb, qapının arxasında isə geniş qardırob yığmağa yer saxlamışıq. Həmçinin yataq otağının daxilində sanitar qovşağı da var. Və sanitar qovşaqlardakı rəng tonları və işıqlandırma bir-birini tam şəkildə tamamlayıb, girən kimi üzbəyiz hissədə moydada yerləşir. Günün sonunda insan məhz belə bir otaqda dincəlmək istəyir. Digər otaqları da eyni prinsiplə hazırlamışıq. Hər otağın öz funksiyası var və öz dizayna uyğun yığılıb. Məqsədimiz hər otağı fərqli göstərmək yox, evin ümumi ahəngini qoruyub saxlamaqdır. Sanitar qovşaqlarda görünüş qədər keyfiyyətə də çox önəm vermişik. Çünki burada sonradan problem yaşanmaması daha vacibdir. Ona görə də seçdiyimiz materiallar və santexnik avadanlıqları uzun ömürlü olmasına görə seçmişik. Ümumiyyətlə, mən təmirə həmişə belə yanaşıram. Gözəl görünən ev etmək çətin deyil. Əsas məsələ odur ki, həm gözəl olsun, rahat olsun, həm də illər keçsə də sonradan peşmançılıq yaranmasın. Siz bu evi neçə bal verərdiniz və ən çox hansı hissə xoşunuza gəldi? Zəhmət olmasa fikirlərinizi rəy bölməsində qeyd edin.